İndi isə təfərrüatı ilə Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi planlı şəkildə davam etdirilir və bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları da yola salınıb və Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 39 ailə, 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə, yəni 68 nəfər köçürülüb və köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış, keçmiş məcburi köçkünlərdir və doğuma yurda qayıdan sakinlər onlara göstərilən hər tərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə də təşəkkürlərini ifadə ediblər və bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diliblər. Biz də Allah rəhmət eləsin deyirik və bu günü məhz biz onlara borcluyuq. Hədsiz gözəl, təsəvvür eləyə bilməz. Bəziləri, çoxları yəni ora qayıtmaq bizə nə qədər sevinçlidir, gözəldir. Şükür bugünküyünə, həmişə şükür edirik. Ağdam alınan, Qarabağımız alınandan bəri. Hər gün şükürlər edirik. Ağdam rayonunun Sarıcalı kəndinə köç edirik bu günləri. İnşallah hamı gəlir. Bütün Sarıcalılar ora köç edir. Yaxın günlərdə yəqin hamıya qismət olacaq, gələcək. Həqiqətən sözün əsılməsinə çox gözəl hissdir. Bu sevinci yaşamaq bizim üçün ailəliklə, xalqımızla həqiqətən də sözün əsılməsinə gözəldir. Əlbəttə ki, bizim orada, mən oradan tərk edəndə kəndimizi 20 yaşım vardı. Artıq onunla 33 il keçir. Yarımçıq hisslərimiz çoxdur. Orada ailəliklə birlikdə, övladlarımla birlikdə, indən sonra yaşayan ömrümüzü ancaq qrup yaratmaqla məşğul olacaq. Demək, 25 yaşında oradan çıxdığımda, 92-də, 2 uşaqla. Həyəcanlıyam. Öz elimi Obama gedirəm. Təşəkkür edirəm prezidentimizə, qazilərə, cansalı, şəhidlərə. Allah rəhmət eləsin, anaların qabağında baş əyirəm o torpaqlara. Prezidentimizə var olsun. Allah onu bizim üstümüzdən əskə etməsin. Bizə bu gözəl şəraiti yaratdığı üçün. Hər yeri görmək istəyərəm. Bir həftədir mən yuxu yatmıram. Oranın həsrəti ilə yaşayıram. Gedim görüm, biraz rahat olun. Bütün o şəhidlərə Allah rəhmət eləsin deyirəm. Qazilərimizə can sağlığı. Allah prezidentimizi qorusun. Bəli, həmvətənlərimizi öz doğma el-obalarına yola salanlar arasında bizim çəkiliş komandamızda var idi və təqdim etdiyimiz həmin bax bu görüntülərdə onlar bizimlə həm söhbət olublar, amma bundan sonraki efirimizdə, yəni növbəti saatımızda daha ətraflı reportajı təqdim edəcəyik.